Hazırda Romadan Sienaya doğru yoldayam və pəncərənin o tərəfində uzanan bu mənzərə sanki bir film səhnəsidir. İndi keçdiyimiz ərazi Toskana bölgəsi adlanır. Burada hər tərəf yaşıllıq içindədir. Uzaqlarda isə kiçik kənd evləri görünür. Siena isə Toskana bölgəsinin mədəni incilərindən biridir. Şəhər öz orta əsr memarlığı, dar daş küçələri və məşhur palio at yarışları ilə tanınır. Anche il silenzio ha una risposta quando il cuore si espande. Sei la pausa che respiro, il tepore nella sera. Bazilika di San Domenico 13-cü əsrdə təxminən 1225-1265-ci illərdə inşa edilərək Dominikan zadəgan ailəsi Malavolti tərəfindən hədiyyə edilən Camporeggio təpəsində dayanır. San Domenico kilsəsi əsrlər boyu həm ibadət mərkəzi, həm də ictimai toplanma yeri kimi böyük əhəmiyyət daşıyıb. İçəri daxil olduqda insanın dərhal sakitlik və dərinlik hissi qarşılayır. Geniş zal, hündür tağlar, qalın daş divarlar və sadə lakin nəhəng nisbətlər buranın ruhunu formalaşdırır. Günəş işığı dar pəncərələrdən süzülərək interyerə incə bir parlaqlıq verir və bu işıq kilsəyə mistik və ruhani bir ab-hava bəxş edir. Burada heç bir dəbdəbə yoxdur. Amma hər daşında sakitlik, tarixi dərinlik və əsrlərin enerjisi hiss olunur. Bazilika di San Domenico sadəcə dini bir tikili deyil, Siena'nın memarlıq zərifliyinin, inancının və mədəni irzinin canlı şahididir. Hazırda Siena'nın mərkəzi hissəsindəyəm. Bura Siena'nın ruhunu ilk anda hiss etdiyiniz o balaca sakit bir meydandır. Meydanın kənarında qədim memarlıq üslubunda tikilmiş evlər, kiçik kafelər və dar keçidlər var. Siena şəhəri Roma dövründə Siena Lulia adı ilə tanınıb. Etruskların qurduğu qəsəbə əsasında formalaşıb. Siena Respublika dövrü 17-ci əsrdə siyasi və iqtisadi cəhətdən mərkəz hesab olunurdu və bu şəhər tekstil və bankçılığı ilə tanınıb. İtaliyada xüsusilə də belə tarixi şəhərlərdə motosikletlər təkcə nəqliyyat vasitəsi deyil, şəhər həyatının ritmini tutan bir simvoldur. Küçələrlə irəlilədikcə orta əsrlərdən qalma dar, dolambac yollar sizi öz içinə itirir. Sanki hər döngənin arxasında yeni bir tarix gizlənib. Binaların çoxu 13-14-cü əsrlərə aiddir. Qədim dövrlərdə bu yollarla ticarət karvanları keçib, sənətkarlar öz məhsullarını daşıyıb, rahiblər ibadətə gedib. İndi isə eyni küçələrdə turistlər, tələbələr və yerli sakinlər bir arada gəzirlər. Küçələrin çoxu Campo meydanına doğru enir. Amma bir hissədə daha sakit bir hava duyulur. Qəhvə qoxusu, yaxın kafelərdən gələn musiqi sədaları və motosikletlərin arada keçən səsi bu qədim şəhərin gündəlik melodiyasını yaradır. Burada sanki zaman dayanıb, hər şey yavaş, sakit və dərin axır. Binaların çoxunun alt hissəsində kiçik sənət emalatxanaları və butiklər yerləşir. Siena'nın dar, dolambac küçələrindən birini keçdikdən sonra qarşıma balaca, amma olduqca zərif ağ kilsə çıxır. Şəhərin monumental doması qədər məşhur olmasa da, bu bina öz sadəliyi və zərifliyi ilə fərqlənir. Siena katedralı 1215-1263-cü ildə inşa edilmişdir. Latınca xaç plana malikdir. Bazilika hissəsi transept və dome ilə tamamlanmışdır. Yuxarıdakı hissəsi, yəni qülləsi isə Bernini tərəfindən əlavə olunmuşdur. Bu cür kilsələr Siena'da çoxdur, lakin hər biri şəhərin dərin dini tarixinin bir parçasıdır. Çox vaxt onlar 13-14-cü əsrlərdə, yəni Siena'nın iqtisadi və mədəni yüksəliş dövründə tikiliblər. O dövrdə şəhərdə sayısız hesabsız dini qardaşlıqlar və kiçik ordenlər fəaliyyət göstərirdi. Hər biri öz ibadətgahını inşa edirdi. Siena şəhərinin küçələrində bugün tam fərqli bir enerji var. Tarixi divarların arasında sanki əsrlər öncəyə qayıdırsan. Hər tərəfdə rəngbərəng bayraqlar, kostyumlar və şən səslər. Bu palio günüdür. Siena şəhərində at yarışı ənənəsinin izləri orta əsrlərə, hətta daha əvvəlki dövrlərə gedib çıxır.
At yarışları ilə bağlı arxivlərdə 11-12-ci yüzilliklərdə belə palio adlanan bayram yürüş və yarışlardan bəhs olunur. Palio sözü latınca pallium, qısa xalça, bayraq deməkdir. Yarışın qalibinə verilən bayrağa bu addan gəlir. Siena şəhərinin mərkəzi Piazza del Campo, 16 avqust tarixi bir gün. Bu qabıq formalı meydan palio at yarışlarını ev sahibliyi edir ki, bu da Siena şəhəri üçün böyük və mühüm bir ənənədir. 1701-ci ildən etibarən iyulun 2-si və avqustun 16-sı günləri rəsmi palio günləri kimi qəbul olunmuşdur. Bu günlərdə Palio di Provenzano və Palio del Assunta yarışları keçirilir. Beləliklə bu yarışın kökləri 100 illik ənənəyə dayanır. Palio günü meydanın mərkəzi hissəsi Piazza del Campo tamaşaçılar üçün açıqdır və oradan izləmək pulsuzdur. Ancaq çox erkən gəlmək lazımdır, çünki məhdud sahə var. Daha rahat və üstün baxış üçün tribunlar, balkonlar, pəncərə yerləri istifadə olunur. Bu yerlər biletli və ödənişlidir. Bəs biletin qiymətləri nə qədərdir? Bu yerə, balkonun mövqeyinə, tribun kateqoriyasına bağlıdır. Balkon və pəncərə yerləri 300-600 avro arasında dəyişir. Tribun oturacaqları 160-400 avro arasında bəzən olur. Araşdırdıqca bildim ki, burada yaşayanlar üçün bu yalnız yarış deyil. Bu hüzur, kimlik, keçmişlə bugünün toxunuşudur. Hər bayır divarı, hər bayraq, hər kontrada öz tarixini yaşayır. Siena küçələrində hər dəfə qəribə rəngli bayraqlara baxırsan. Qırmızı, ağ, yaşıl, qara, sarı, göy və s. Bütün bunlar kontradaların simvollarıdır. Sienada 17 kontrada var. Hər kontradanın öz rəngi, simvolu, himni, bayrağı və kilsəsi var. Misal üçün, bir kontradanın bayrağında ilan ola bilər, başqa birində qurd ya da gəzən heyvan. Bu simvollar o məhəllənin hər şeyini ifadə edir və insanlar bu simvolla özlərini əlaqələndirirlər. Palio günü 10 kontrada yarışmağa seçilir. 17-dən yalnız onu bu yarışda iştirak edir. Bu seçim həm növbəllik, həm lotereya üsulu ilə aparılır. Bu bayraqlar divarlara sallanır, küçələrə yayılır. Sanki şəhərin bütün üzü bu rənglərə boyanır. Əvvəlcə 13-14-cü əsrlərdə Santa Katarinanın atası Jacopo Benincasa tərəfindən yaşayış və ticarət məqsədi ilə icarəyə götürülən bu bina və müqəddəsin vəfatından sonra, yəni 1461-ci ildəki kanonizasiyadan sonra Siena bələdiyyəsi tərəfindən alınaraq 1464-cü ildə rəsmi olaraq ziyarətgaha çevrilib. Era luce anche quando tacevi. Mən Sienaya gələrkən sadəcə turist kimi gəldim. Küçələri gəzmək, şəhərin tarixi əzəmətini hiss etmək üçün. Fikrimdə at yarışını görmək yox idi. Lakin avqustun 16-sına təsadüf etməyim sanki qismət idi. C'era pace, era come un'alba d'inverno che non abbaglia ma abbraccia e io la